Orucov Vəzir Surxayoğlu 26 dekabr 1956-cı ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olmuşdur. 1949-cu ildə atası Surxay ailəsi ilə birgə Dərələyəz mahalından deportasiya olunmuşdur. Orta təhsilini Xoruzlu kənd orta məktəbində almış, 1974-cü ildə Bakı Yüngül Sənaye Texnikumuna daxil olmuşdur. 1975-ci ildə hərbi xidmətə çağırılmış, 1977-ci ildə ordudan tərxis olunaraq yarımçıq qalmış orta ixtisas təhsilini davam etdirmişdir. 1984-cü ildə Vəzir Orucov Rusiyanın Arxangelsk vilayətinə köçmüşdür. 1992-ci ildə Xocalı soyqırımını eşidib Azərbaycana qayıdaraq may ayının 4-də Tərtər özünü müdafiə batalyonuna daxil olmuşdur. Orucov sıravi döyüşçü kimi mübarizəyə başlasa da, komandirlik bacarığına görə qısa zamanda batalyon komandirinin müavini vəzifəsinə qədər yüksəlmişdir. 2015-ci il 28 dekabrda Rusiya jurnalisti və naşiri Aleksandr Nevzorov Qarabağ münaqişəsi barədə xatirələrini bölüşərkən Vəzir Orucov haqqında bu fikirləri səsləndirib. Heç kim inciməsin, ancaq mənim indiyədək tanıdığım ən cəsur insan Azərbaycanlı olub. Onun adı Vəzir idi. 22 mart 1993-cü ildə Murovdağ silsiləsində yerləşən Qlobus yüksəkliyi uğrunda gedən ağır döyüşdə qəhrəmancasına şəhid olmuşdur. Bakı şəhərində yerləşən Şəhidlər Xiyabanında dəfn edilmişdir.